sizin pulla bağlı hansı ikiyüzlü inancınız var? Pul bilin ki kainatın sizə verdiyi maaşdır. Dəyərsiz insanda pul olmaz. Və pul mənə gəlsə, mən dünyaya nə verəcəm? 100% hər kəsin milyonu olacaq. Bəs pul gələndən sonra onu eləməsən? Kasıb insanların düşüncəsidir ki, pul hər şey deyil. Mən bu borcu ödəyim, canım qutarsın. Heç vaxt ödəyə bilməyəcək. Bir insan xəstədirsə, demək o insan yaşamağı seçmir. Deyir, mənim imkanım yoxdur. 3 yaşında uşağım var və mən xərçəng xəstəsiyəm. Xahiş edirəm, mənə o seansı eləyin. Deyirəm ki, mən ödənişsiz heç kimə heç nə eləyə bilmərəm. Hər zaman zəngin olmaq istəmişəm. Səhv yolla, düz yolla heç bir mənim üçün fərqi olmayıb. Necəsə mən ora çatacam da. Bütün prezidentlərin qaldığı nömrələri görmək, o kravatda uzanmaq. Mənim elə bir həyatım olsaydı, mən coachluq eləməzdim. Hər vaxtınız xeyir olsun. Hər birinizi ikiyüzlüdə xoş gördük. Sizinlə mənəm Ulduz Bayram. Bildiyiniz kimi bu verilişdə biz həm cəmiyyətdəki, həm də içimizdəki ikiyüzlü yanaşmalara baxırıq, onları açırıq. Utanmadan, qorxmadan bu haqqda danışırıq. Həm böyük suallar veririk, həm də bəzən çox şəxsi suallara cavab axtarırıq. Bugünkü mövzumuz da kifayət qədər həssas bir mövzudur. Bugün puldan, bolluqdan və istəklərimizdən, eyni zamanda qorxularımızdan danışacağıq. Əslində pul haqqında hər zaman danışılır, amma düşünürəm ki, hər zaman açıq danışılmır. Pul şəxsi məsələ kimi çox zaman susulur və yaxud da üzərindən keçirilir. Bugün isə mən qonağımla bu barədə bu tabları yıxacağam. Qonağım şəxsi inkişaf koçu Dilbər Sadiyevadır. Xoş gəlmisən Dilbər. Xoş gördük, təşəkkür edirəm. Biz Dilbərlə belə həyatda da səmimi bir münasibətimiz var. Ona görə düşünürəm ki, bugünkü söhbətimiz də səmimi olacaq. Mən Dilbəri tanıyıram, amma istəyirəm ki, özünü sizə tanıtsın. Buyur Dilbər. Mən artıq 6 ildir ki, Instagramda şəxsi inkişaf koçuyam, amma deyərdim ki, özümü bilmədən də zaten artıq 10 ildən çoxdur ki, bu işlə məşğul oluram. Bugünə qədər TT Healing Access beynəlxalq sertifikatlı koçam və bugünə qədər yüzlərlə insan həyatında möcüzə yaratmağı bacarmışam. Buna görə özümdən çox fəxr edirəm. Və düşünürəm ki, bugün izləyicilərimizin də həyatına toxuna biləcəksən bugünkü fikirlərindən. Mütləq, daha fərqli. Və başlayaq o zaman. Mövzumuz pul istə, amma ayıb olmasın. Cəmiyyətimizdə pula yanaşmalar çox maraqlıdır və buna istəyirəm ki, belə açıq şəkildə toxunaq, dürüst şəkildə. Niyə görə biz cəmiyyət olaraq pulu açıq istəməkdən çəkinirik? Çünki dəyərsiz olduğumuzu qəbul etmək istəmirik. Özümüzü dəyərli göstərməyə çalışırıq. Amma içdən birinci dəyərsiz olduğumuzu qəbul edək və bunu düzəldək. Bunu düzəltməyə çalışsaq, hər kəs öz gördüyü işə yüksək məbləğdə pul qoya bilər və ümumiyyətlə pulu istəməyi bacarmağı bilər. Bir çox insanlar hətta fikirləşir ki, mən 1 milyon istəməyim Allahdan da, mənə çox düşər də. Bunu hamısı öz dəyərsizliyimizi qəbul etmədiyimiz üçündür. Mən düşünürəm ki, əgər biz çox pul istəyiriksə, birinci dəyərsiz olduğumuzu qəbul edək, sonra dəyərli olaq və artıq ondan sonra ayıb bir şey qalmayacaq. Ayıb olmayacaq pul istəmək. Bu yaxşı dedin. Birinci dəyərsiz olduğumuzu qəbul edək. Çünki insan əslində qəbul etmir. Bəli. Yəni məsələn deyə bilərlər ki, ekran qarşısındakı yox, mən çox dəyərliyəm, heç də dəyərsiz hiss eləmirəm özümü. Amma mənim pulum yoxdur, pul istəməyə qorxuram, utanıram. Demək ki, orada 100% adam dəyərsiz hiss edir özünü. Dəyərsiz olmamaq ayıb bir şey deyil, pis bir şey deyil. Zaten insan ona görə dünyaya gəlir ki, öyrənsin dəyərli olmağı. Amma biz özümüzə süni desək ki, mən dəyərliyəm, mən hər şeyin yaxşısına layiqəm. Bəzi insanlar manifest edirlər, səhər yuxudan durub bilməm neçə dəfə deyirlər ki, mən bolluq içindəyəm, mən bərəkət içindəyəm. O heç vaxt bolluq və bərəkət içərisində olmur. Və yaxud da mən dəyərli bir qadınam, güzgüdə özünüzə hər səhər desəz, siz bununla dəyərli qadın olmayacaqsınız. Olmaz. Birinci qəbul etmək lazımdır ki, bəli, mən bugünə qədər dəyərsiz qadın idim. Özümə dəyər verməmişəm. Bu çox normaldır və mən bundan sonra dəyərli olmaq öyrənirəm. Öyrənmək istəyirəm. Öyrənməyi seçirəm, necə ürəyiniz istəyir. Və ondan sonra proses başlayır. Allah yaradan kainat kim nə istəyirsə deyir ki, bu insan dəyərsiz olduğunu anladı. Sonra dərs bitdi burada.
İndi mən bu insana dəyərli olması üçün qarşısına hadisələr çıxardım. Və qarşısına hadisələr çıxır. Artıq məsəl üçün həyat yoldaşı onu dəyərsizləşdiribsə, ki, əslində belə olmur, onun fikrincə, artıq fikrini həyat yoldaşından alacaq, verəcək qonşusuna, hansı ki, hər gün onu tərifləyir. Və mənfidən müsbətə çevirəcək. Bəli, bu proses fırlanmağa başlayacaq. Amma önəmli olan birinci dəyərsiz olduğunu boynuna almaq. Deməli, əslində dəyişən heç nə yox. Dəyişən bizim yanaşmamız, bizim düşüncəmizdir. Bəli. Və pul da çox yüksək bir enerjidir. Nə mənada kaliteli bir enerjidir və dəyərsiz insanda pul olmaz. Yəni maraqlı yanaşmadır. Pul bilin ki, kainatın sizə verdiyi maaşdır. Dəyərsizlik isə işi görməməkdir. Sən dəyərsiz qaldıqca iş görmürsən. Ona görə də maaş almırsan. Və yəni istənilən insan 1 milyon istəyib onu ala bilər. İstənilən insan. Hətta 1 milyon çox az puldur. Mən bugün sənə desəm ki, 1 milyonu verdi yaradan sənə, nə edəcəksən? Bilmirəm, bunu heç düşünməmişəm. Ona görə 1 milyon olmayacaq. Əslində 1 milyon çox az bir puldur. 2 dənə maşın aldım, bir dənə ev aldım, 1 milyon qutardı. Sonra amma sən daim bolluq içərisində olmağın üçün milyondan daha çoxunu, amma pul elə bir şeydir ki, sən onu hara nə qədər xərclədiyini net bilməlisən. Sən bilməlisən ki, mənə 1 milyon lazımdır. Çünki mən ona 2 dənə ev alacağam, bir dənə maşın alacağam. Niyə görə mənə 2 dənə ev lazımdır? Yayda burada yaşayacağam, qışda burada yaşayacağam. Niyə? Dəqiq bilmək lazımdır. Bəli, nəyə görə də mənə bunları Allah verməlidir? Çünki mən xoşbəxt olacağam. Və mən xoşbəxt olsam dünyaya müsbət bir enerji verəcəm. Çünki bizim hər arzumuzda dünyanın da bir xeyir payı olmalıdır. Bu təkcə bizə aid olmalı deyil. Və siz öz şuuraltınızda, beyninizdə əsaslandırırsınız ki, pul mənə nə üçün lazımdır və pul mənə gəlsə mən dünyaya nə verəcəm? 100% hər kəsin milyonu olacaq. Bəs pul gələndən sonra onu eləməsən? O zaman da gedəcək. Bu yaxşı bir şeydir. Yəni hər dəfə başqa koçlar da buna toxunur ki, əgər siz desəz ki, mən pulu yığıram maşın almağa, amma o anda kimsə, nə bilim, xəstə ola bilər və yaxud da hər hansı bir başqa problem çıxa bilər. Siz o maşın pulunu o problemə xərcləsəz, yenə də nə qədər dəyərsiz olduğunuzu və yaradanı, kainatı inkar etdiyinizi boynunuza alırsınız. Çünki problemi həll edəcək varlıq insan deyil, yaradandır. Bu pul sənə gəlmişdi ki, sən maşın alasan. Problemi Allah özü həll eləyəcək. O necə olur? İnsan o qədər rahat inanıb güvənə bilər. Bu egodur. Siz inanırsınız ki, siz problemi həll eləyirsiniz. Amma problemi heç vaxt insan həll eləyə bilməz. Bax, bəzi insanlar da deyir ki, pul hər şey deyil. Belə bir ifadə var. Yəni ki, pul hər şey deyil, əsas önəmli olan pul deyil. Bu ifadənin altında hansı psixolojik səbəb yatır? Onu deməmişdən öncə deyim ki, həqiqətən də pul hər şey deyil. Mənim fikrimcə insanların pul istəməyi ən mənasız və uğursuz manifestasiyadır. Çünki pul istəmək mənasızdır. Düşün, mənim əlində rubaşka var. Mən nə vaxtsa bu rubaşkanın parçasını, ipini, sapını istəməmişəm ki. Mən promo rubaşka istəmişəm də. Pul da elə bir şeydir. Sən desən ki, mənim 10 minim olsun, 10 milyonum olsun, olmayacaqdır. Amma sən desən ki, mənim gözəl bir evim olsun, nə bilim, sumkamda özümü rahat hiss edəcək məbləğdə pulum olsun. Bu şəkildə istəyə bilərsən. Bir duyğu kimi pulu istəyəsən. O pul sənin həyatında olanda sən özünü necə hiss edəcəksən. Və yaxud da borcları olan insanlar, mən bu borcu ödəyim, canım qutarsın, heç vaxt ödəyə bilməyəcəksiniz. Amma desəz ki, mən azad olmaq istəyirəm. Canım qutarsın, yox, mən xoşbəxt olmaq istəyirəm, azad olmaq. Çünki müsbət düşüncələr, müsbət hisslər daha tez həyata keçir. Və biz desək ki, bir insan deyirsə ki, suala qayıdıram, pul hər şey deyil, demək o insan pulun ona gələcəyinə qətiyyən inanmır. Qətiyyən bir ümidi yoxdur. Qabaqdan gəlmişlik eləyir. Bəli, bu çox vaxt kasıb insanların düşüncəsidir ki, pul hər şey deyil, pul sağlamlıq. Məsələn, bəzi insanlar deyir ki, pulla sağlamlığı ala bilmərsən. Yanlış bir fikirdir. Pulu olan insan xoşbəxt və sağlam ola bilər. Bəzən olur ki, məsələn, çox imkanlı bir insanda onun uşağı xəstədir. Nə qədər imkanı da olsa uşağını sağalda bilmir. Çünki uşağım başqa bir insandır. Mən başqa bir insanım, uşağım başqa bir insandır. Mənim uşağım, mənim uşağım
Mən kasıb olsaydım da həll eləməyəcəkdim. Mənim uşağım yaşamağı seçmirsə, mənim burada pulumun, mənim də günahım var. Bir insan xəstədirsə, demək o insan yaşamağı seçmir. Burada nə anasının, nə bacısının, nə qardaşının heç kəsin edə biləcəyi bir şey yoxdur. Mənim misal çəkim bir pasiyentim var, mənə zəng edib deyir ki, mən eşitmişəm siz hər kəsə akses edirsiniz, xərçəng xəstəsi sağalır, belə-belə. Mən deyirəm ki, mən heç nə eləmirəm, insana özü eləyir. Deyir, mənim imkanım yoxdur. 3 yaşında uşağım var və mən xərçəng xəstəsiyəm. Xahiş edirəm mənə o seansı eləyin. Deyirəm ki, mən ödənişsiz heç kimə heç nə eləyə bilmərəm. Amma biraz sizlə konsultasiya edə bilərəm. Deyirəm, kimi bağışlaya bilim? Deyir ki, yoldaşımı. Deyirəm, indi onu bağışlamaq lazım. Deyir, ölsəm də bağışlamaram. Deyirəm, bəli, zaten ölürsən, xəstəsən və ölürsən. Və sən insanı bağışlamaq pulsuzdur. Amma mənim vaxtımı almaq istəyirsən. Amma deyirsən ki, mənə seans elə, mən yaxşı olum, amma yoldaşımı bağışlamayım. Belə bir şey yoxdur. Və bu insan özü yaşamağı seçmir. Burada uşağıma Necə xatir... böyük bir təzad var əslində. Bəli. İnsan özünü bilərək eləmir də, yəqin ki, o xanım. Bilərək eləyir. İnandırır bilərək? ki, mən yaşamalıyam ki, 3 yaşında uşağımı böyüdüm. Sən bildiyin kimi bilmir də bunu. Bilir. Məncə seçmir. Necə Tərəzisi bilmir? var. Yəni, əgər uşağını çox sevirsə və deyirsə ki, mən uşağıma görə yaşamalıyam və bir insan, ən azından mən bir vasitəyəm, ona deyən ki, Allah yerə düşüb ona deməyəcək ki, ay xanım, yoldaşımı bağışla. Ən azından bir insan, dilbər ona deyir ki, sən yoldaşımı bağışlasan, ürəkdən, qəlbən, sən yaşaya bilərsən, sağala bilərsən. O da deyir ki, yox, mən bağışlamıram. Artıq istəmir, özü seçir. Seçimdir. Razılaşdım. Bağışlaya bilmirəm başqa bir şeydir. Bağışlamaram başqa bir şeydir. Əgər insan desə ki, mən bağışlaya bilmirəm, mən ona kömək eləyə bilərəm. Allah da ona kömək eləyir 100%. Mən həmişə insanlara deyirəm ki, seansa gəlməmişdən öncə bəzən deyirlər ki, mən bu qədər pul xərcləyəcəm seanslara. Deyirəm, ödənişsiz versiya var. Hər bir insan sehirlidir. Allah hər kəsi eşidir. Sadəcə doğru sual verin. Bağışlaya bilmirəm, necə bağışlayım? Qəşəng bir sualdır. Bağışlamaram, bir seçimdir. Çox maraqlıdır. Gəl keçək bu layiq olmaq məsələsinə. Bəli. İnsan mən özümü yaxşıya layiq bilirəm, ən yaxşıya layiq bilirəm deyəndə içində bir inamsızlıq hissi keçir. Sanki bir inanmırsan bir yerdə öz dediyinə. Buna bağlı istəyərdim fikirlərini bilmək. Ümumiyyətlə kainat bizə cümlələrin sonu nöqtə olan cümlələrlə cavab vermir. Əgər mən desəm ki, mən hər şeyin ən yaxşısına layiqəm, mən layiq deyiləm. Yəni özümü yalandan inandırmayım. Amma mən desəm ki, mən layiq deyiləm, okey. Amma mən necə layiq ola bilərəm? Məncə kainat hər suala cavab verir. Və mənə elə gəlir ki, səhər insanlar yuxudan duranda mən hər şeyin yaxşısına layiqəm əvəzinə, mən necə hər şeyin yaxşısına layiq ola bilərəm? Bugün mən dəyərli olduğumu necə anlaya bilərəm? Çünki bütün insanlar Allah üçün dəyərlidirlər. Və biz özümüzə inandırırıq ki, yox, Allahın işi çoxdur, insanlar çoxdur, bəzi uşaqlar elə deyir. Mənə fikri çatmır, məni görmür və yaxud da mənim arzularım 5 ilə həyata keçir. Biz buna özümüzə inandırmışıq. Mən bugün nə desəm ki, Allah mənim bu arzumu, filan arzumu indi necə həyata keçirə bilər? Çünki Allah üçün hər şey mümkündür. Və nöqtəli cümlələr yox, axırında sual işarəsi olan cümlələrdən istifadə eləsinlər. Bunu qeyd eləyirəm. Yəni bu çox önəmli bir düşünürəm ki, nüansda siz də qeyd eləyin. Sual vermək. Hər zaman sual verərək nələrsə istəmək. İstəməyin bir yoludur. Və təkcə səhər yuxudan duranda yox, gün ərzində sual vermək. İnsan hər 10 saniyədən bir sual verə bilər. Məsəl üçün mən sizlə danışır, beynimdə sual verirəm. Bəs o cavablar necə olur? Cavablarda yaşayıram. Kainat göstərir. Məsəl üçün mən bu gün səhər durub sual versəm ki, mən bu günləri nə qədər pasiyent işləyə bilərəm asanlıqla və rahatlıqla. O zaman mənim həyatıma bugün pasiyentlərim ancaq asan və rahat, əyləncəli və çox insanlar gələcək. Kimsə zəng eləyəcək, kimsə Instagramda yazacaq. Zaten möcüzə mənim bilmədiyim bir şeydir. Onlar baş verməyə başlayacaq. Və bunun üçün günlərlə gözləməyə ehtiyac yoxdur. Allah insana bir saniyə içində cavab verir. Bu qədər rahat ola bilmək üçün, bu qədər güvənən ola bilmək üçün, inanan ola bilmək üçün nə etmək lazımdır? Məsələn, sənin kimi olmaq üçün.
Sənin Mənim bu ki- təcrübən necə yaranıb? Yəqin ki, sən doğulandan belə olmamışsan. Olmamış. Müəyyən bir həyat yolu keçmisən. Bəli. Paylaşa biləcəyin qədər bu təcrübəni paylaşa bilərsən ki, səndə necə oldu bu? Mən hər zaman yüksəkdə olmaq istəmişəm və mən çox kasıb bir ailədə dünyaya gəlmişəm və hər zaman zəngin olmaq istəmişəm. Hər zaman demişəm ki, yəni səhv yolla, düz yolla heç bir mənim üçün fərqi olmayıbdı o vaxtda. Mən həmişə zaman demişəm ki, necəsə mən ora çatacağam da. 25 yaşıma qədər fikirləşirəm ki, bu yanlış addımlarla olubdu. Amma 25 yaşından sonra dedim ki, hər kəs bu həyatda yaxşı olmaq məcburiyyətində və ya da hər kəs zəngin olmaq məcburiyyətində deyildi. Okay, mən kasıb öləcəm. Aha. Qəbul elədim. Bəli, qəbul etdim ki, mən heç vaxt yəqin zəngin olmayacağam. Və mən qəbul etdim ki, mən indi kasıbam, amma Allah böyükdür, hər şey ola bilər. Amma bunun üçün bir çaba sərf eləmirəm. Həqiqətən də mən hərəkət eləmirəm. Mən çox tənbəl bir insanam, sadəcə sual verirəm. Sadəcə sual verirəm. Və sualımın cavabı məni maraqlandırmır. Bugün gələcək, sabah gələcək, necə gələcək? Çünki mən Allahı çox sevirəm. Həmişə insanlara deyirəm ki, mənə elə gəlir ki, Allahı çox sevmək hər şey üçün kifayətdir. Hər şey üçün kifayətdir. Allahı o qədər çox sevirəm ki, onun mənə cəza verəcəyinə inana bilmərəm. Onu mənə, nə bilim, nəyisə verməyəcəyinə inana bilmərəm. Və bir çox coachlara verilən suallardan da ki, onda sənin niyə milyonların yoxdur? Bəli, olsun. Mən də vermiş olum bu sual. Amma mənim milyonlardan istifadə edəcək həyatım oldu. Mən ağlıma gəlməyən vaxtda o vaxtda səhvən başqa bir qızın yerinə məni qolumdan tutub aparıblar ki, prezidentlərin gəzdiyi otellərdə inspection keçirilirdi və məni başqa qızla səhv salıb ora salmışlar və mən bütün prezidentlərin qaldığı nömrələri görmək, o kravatda uzanmaq, oradakı onların içdiyi hər şeyi görə bilmişəm. Bütün 5 ulduzlu otellərdə və 1 saniyəlik səhvə görə və mən 7 il, 19 yaşımdan 26 il mən orada işləmə məcburiyyətində qalmışam. Çox qəşəng pul almışam. Bəli, amma onunla milyonçu olmamışam. Amma milyonçuların yaşadığı hər şeyi görmüşəm. Yəni onların olduğu ölkələrdə olmuşam. Hər istifadə etdikləri hər şeydən mən də istifadə edə bilmişəm. Yaxşı, belə deyək ki, biri bir arzusu var, bir diləyi var, bir şey istəyir. Amma onu əldə edə bilmir. Ola bilsin ki, bir inanc, yanlış bir inancı var, qorxuları var. Bir şəkildə bunu Allaha özünü çatdıra bilmir, arzusu yerinə yetmir. Məsələn, səni izləyir, səndən bəlkə səndən seans almır, amma deyək ki, verilişi izlədi. Bu insan istədi və onun diləyi, duası uğursuzluğa düçar oldu. Davamında sonra bu insan depressiyaya düşə bilər, daha mənfi onun həyatında təsirlər ola bilər. Nə deyilmi? Elə deyir, amma mən bir şey... Sən çox rahat deyirsən çünki və insan da sənə baxıb deyir ki, hə mən də eləyərəm. Sonra sənə olan, ona olmadığını görəndə o insana daha mənfi təsirlər olmazmı? Mənfi təsirlər düşünmürəm olmaz. Olar və olsa daha yaxşıdır. Çünki bizi ayaqda tutan şeylər də bəlkə də o mənfilərdir. Dediyim kimi vazgeçmək. Bəlkə də o deyir ki, mən inanmıram da Allaha, misal üçün. O zaman Allah ona özünü göstərəcək. Hətta bəzən insana deyir ki, mən inana bilmirəm də sənin kimi. Deyirəm ki, sən sual ver ki, necə sənin kimi inana bilərəm? Mən məsələn səhər durub desəm ki, ay Allah, mən sənə inanmıram. Mən sənə necə inana bilərəm? 100% bir hadisələr baş verəcək və mən inana biləcəm. Biz deməli sual verməyə də qorxuruq. Əslində sual verməyə. Niyə qorxuruq? Ona görə ki, cavab almayacağımızdan qorxuruq. Biz çox şeydən qorxuruq. Cavab almayacağımızdan qorxuruq. Dua da bəlkə ona görə elə. Bəlkə ona görə də istəmirik. İstəməkdən ona görə cavab almayacaq, verilməyəcəyinə. Məsələn, birindən bir şey istəmirsən, verməz deyə, etiraz gələr deyə. Bəlkə Allahdan da ona görə istəmirik. Bir də vaxt insanlara məncə mane olur istəməyə. Çünki deyir ki, mən bu gün durdum, sənə dediyin şeylər elədim, olmadı. Deyirəm, bəs sabah olsa nə edəcəksən? Deyirsən, Allah qaytarıram, istəmirəm, lazım deyil. Məsələn, mən deyir, Allahdan bu gün maşını istədim, vermədi mənə. 10 gün sonra versə, o maşını geri mi qaytaracaqsan, nə edəcəksən? Yəni, burada zaman bəs necə işləyir? Zaman kim yüksək enerjidədirsə, kim yüksək düşüncələrdədirsə, onun üçün zaman 1 saniyədir. Onda insan özünü əksik hiss eləyir Dilbər. Məsələn, demək ki, mən yüksək enerjilərdə deyiləm, özümü kimdənsə əksik hiss eləmiş oluram. Yüksək enerjilərdə necə olmursunuz? Sizə elə öyrədirlər.
Yəni uşaqlara elə öyrədirlər ki, məsələn 5 yaşında uşağın yanında qonşudan danışırlar, müğənnilərdən danışırlar. Bunlar hamısı öyrədirlər insanlara ki, şikayət enerjisinə və şikayət enerjisi aşağı, bu uşaq sabah 20 yaşında olanda onun düşüncələri nə olacaq? Aşağı enerjili. Və 1 saniyənin içində yüksək enerjiyə keçə bilərsiniz. Sadəcə onurğanızı düz saxlamaq. Belə deyən, bəli, hamı belə deyənsə, sırası enerji axmağa başlayır və düşüncəniz dəyişir. Və siz nəyə görə misal üçün pis şeylər düşünürsünüz gün ərzində? Mənim əllərim mənim üçün həmişə tərəzidir. Mən deyirəm ki, mən bu günləri yaxşı şey çox düşünürəm, yoxsa pis şey. Ta ki, mənim arzum bir maşındır. Mən gün ərzində maşın düşünürəm. Düşünürsən, yox? Mən düşünürəm. Adi insanlar misal üçün gün ərzində neçə dəfə yadına salıb ki, mən maşın olması üçün nələr mümkündür. Bu bəsdir. Yəni bu bəsdir ki, o insan istəyi yerinə yetsin. Zaten başqa koçlar məncə orada insanları yanlış yönəldirlər ki, bir səhər, bir axşam. Səhər durun deyin mən layiqəm, dəyərliyəm, mənim maşınım var. Axşam da yatanda deyin ki, mən maşınım var, təşəkkür edirəm. Bu yanlışdır. Bəli. Çünki 3 dəqiqə səhər, 3 dəqiqə axşam, o gündə 24 saat var. Nə qədər olmalı? 24 saat. 24 saat sən o arzunun durmadan. Bəli. Hər bir arzunu və insan o qədər arzusu olmalıdır ki, mənim vaxtım olmalı deyil səni düşünməyə. Biz başqa şeyləri və yaxud da mənfi şeyləri niyə düşünürük? Müsbətimiz yoxdur. Çox gözəl dedin. Deməli, biz 24 saat deyirsən ki, bu arzunu davamlı olaraq təkrarlamalıyıq. Yəni ağlımızdan heç çıxmamalıdır. Bunun effekti nə qədər vaxt sonra özünü göstərə bilər? Zaten ona görə deyirəm ki, vaxt deyilən bir şey yoxdur. Bugün də ola bilər, sabah da ola bilər. Sən bütün gün 24 saat onu nəzərdə tuturum ki, 24 saat arzularımın içində olması. Bir arzunun yox. Bütün arzular. Yəni insan o qədər çox arzusu olmalıdır ki, 24 saat onun içində olmalıdır. Maşın da ola bilər, ev də ola bilər, pul da ola bilər, kiminsə sevgisini qazanmaq da ola bilər, özünü kiməsə sevmək ola bilər, özünü dəyərli tutmaq da ola bilər. Yəni ancaq maddiyyatlı bir arzular yox. Yəni biz bugünkü mövzu əslində maddiyyatdandır deyə, onu deyəcəydim, unutmuşdum, xatırladım. Deməli, əgər biz öz arzumuza fokuslansaq, enerjimizi arzularımıza yönləndirmiş olacağıq. Əgər biz başqalarının həyatına fokuslansaq, enerjimizi başqalarının həyatına yönləndirmiş olacağıq. Və onlara göndərəcəyik. Çox maraqlı yanaşmadır. Bunu da qeyd eləmək lazımdır. Və az əvvəl sənin qeyd elədiyin kimi bəs bu şəxsi inkişaf koçu puldan danışır. Belə, nə qədər istəsəz pulu həyatınıza çəkə bilərsiniz. Deyir, Allah üçün bu pul nədir ki? Deyir, bəs özünün bu qədər pulu doğrudan da varmı? Deyə düşünə bilərlər insanlar. Bayaq da dedim, hər kəs düşünür ki, bir yaşam koçunun milyonları varmı? Bizim üçün, bütün yaşam koçları üçün pul rəqəm deyil. Onları həyatımızda yaratdığımız şey. Zaten mən deyim, pul mənim üçün rəqəm deyil. 200 manat, 200 min manat, 200 milyon manat. Mənim baxır onunla nə edəcəm, nə istəyirəm ondan eləmək. Mənim üçün rəqəmlər önəmli deyil və mənim kimi bütün koçlar üçün. Sizə bəzən insanlar bilir ki, koçların, düz mən şəhər mərkəzində yaşayıram. Bəzən insanlar elə bilir ki, bütün koçlar şəhər mərkəzində yaşayırlar. Ən gözəl maşınlar sürürlər, ən gözəl həyat yaşayırlar. Mənim elə bir həyatım olsaydı, mən koçluq eləməzdim. 100%. Yəni mən çünki mən ancaq həzz almalıydım. Və insanların çoxsu deyir ki, özünə eləməyibsə mənə nə eləyəcək? Sənin potensialın 8 milyardlıqdır. Dilbərin potensialı 8 min manatlıqdır. Belə bir məsələ də var. 200 manatla xoşbəxt ola bilən Dilbər 200 min manatla sənin üçün 200 min manat həyatına dəvət edə bilər seanslarla, səni də xoşbəxt edir. Bəs mən hardan bilim ki, mən 200 minlik potensialım var, yoxsa 200 manatlıq potensialım var? Mən ona bəlkə mən 200 min istəyəcəm, amma mənə 200 manat gələcək. Bu biraz məni yenə depressiyaya sala bilər də, yenə məni narahat eləyə bilər, incidə bilər, daha istədiyin sənə verilməyəndə sən özünü depressiyada hiss edirsənsə, deməli sən bütün potensialını ortaya qoymamısan. Əgər məsələn ən çox borcu olan insanlar, mən koçluğa 250 min dollar borcla başlamışdım. Əgər mənim 250 min dollar borcum varsa, mən orada
həyatımı intihar da edə bilərdim. Onu da cəhd eləmişəm. Mən fikirləşə bilərdim ki, suday, bu həyatın sonudur. Çünki mən heç vaxt 250.000 dolları o vaxtı bir yerdə görməmişdim. Və o moment hardasa bilmirəm, yadımda deyil. Eşitdim ki, insanın nə qədər borcu var, demək o qədər potensialı var. Və matriça analiz eləmişdik. Mənim doğum xəritəmə görə mənim pul yerimdə 15 rəqəmi var. 15 rəqəmi milyonçu kodudur, əgər müsbətindəsənsə. Mənfi kodudur, əgər sən borcdasansa. Və mən natotma həmin anda mənfidəydimsə, deməli mən borclanmış, yəni mən doğum xəritəmin mənfisindəydim. Mən doğum xəritəmin mənfisinə necə düşürəm? Tənbəllik eləməklə, özümə inanmamaqla, özümü dəyərsiz hiss etməklə və ona görə pul potensialımı xərcləyirdim borclara. Və borclarımı çözmək üçün pul qazanmağım lazımdır. Bunun üçün də mənə nə lazımdır? Enerjim olması lazımdır ki, mən gedim. Bəli, mən oturub 3 gün ağlaya bilərəm, 3 ildə ağlaya bilərəm ki, borcum var və yaxud da mən nə edə bilərəm? Buna var. Mən nə etdim? Nə etdin? İlk başladım Gürcüstana turlar eləməyə avtobusla. Bu çox ucuz görsənsə də çox gəlirli idi və ondan sonra sadəcə bir hərəkət eləməklə mənim 2 ayda başqa ölkələrdə o qədər müştərilərim vardı ki, heç vaxt mən onları üz-üzə görməmişdim. Və onlar başladılar biləndə ki, mən bankrot olmalıyam. Mən o vaxtda da həmçinin insanlar ki, mən öz xasiyyətimlə satmışam o biletləri də. İnsanlar başladılar bir çoxsu mənə paket verməyə. Mən demirəm ki, o pulun hamısını özüm qazandım, ödədim. Xeyr. Onun bir çox hissəsini mənə bu şəkildə kömək elədilər. Bir çox hissəsini qazandım. Bir çox hissəsini mənə bu gün də hədiyyə edən insanlar var. 50.000 bir dəfəyə mənə verən insanlar var. Bəzilərini də borca götürdüm, zamanlarla onu ödədim. Bu şəkildə, normal şəkildə, yəni bir saniyə içində və buna ümumiyyətlə mənim təxminən 3-4 ay vaxtım getmişdi. Deməli, bu metodla borcu olan insanlar borcunu ödəyə bilərlər. Metodla deyəndə ki, borcu olan insanlar şikayət etmək əvəzinə desələr ki, mənim əgər 15.000 borcum varsa, deməli mənim 15.000 qazana biləcək potensialım var. Sadəcə mən indi 9-dan 6-ya kimi hər hansı bir işdə maaşım 1000 manat olaraq yerdəyəm, mən burada olmalı deyiləm. Harada olacağını özü yaşayaraq tapır və yaxud da seanslara gələrək tapır. Amma seansa gəlmək üçün də pul lazımdır. Borcu olan adam necə gəlsin? YouTube-da o qədər doludur ki, əslində heç seansa gəlməyə ehtiyac da yoxdur. Bəzən mənə özümə sual verir, mən heç bir coach həyatımı dəyişməyib. Düzdür, yardımcı olanlar olubdu. Yəni mən yüzlərlə seans almışam bəlkə də. Yüzlər çox oldu. Yəni çox seans almışam, amma artıq hətta mən TETA təlimini ilk dəfə almağa gedəndə mənim hər şeyim yaxşı idi. Hətta mən Xavər xanımdan təlim almışam. Seansa getmişdim. Sual verdi ki, nəyə görə gəlmisən də? Deyirəm ki, özüm də bilmirəm. Çünki borca düşmüşdüm, qalxmışdım. Həyatımda hər şey yaxşı idi və prosta eşitmişdim ki, belə bir terapiyalar var. İnsan şüuraltısını dəyişir. Hər zaman YouTube-dan izləmişəm. İndi gəldim canlı görüm ki, bu nətər bir şey. O da dedi ki, 3 gün sonra mənim təlimim var. Mən sразу koşuqunu açdım. O vaxtda 700 neçə manat idi. Ödədim. Və o özü belə, bax, o da mənim pulumu götürməyə çəkinirdi. Şokdaydı ki, necə bir dəfəyə gəldi, heç başı çıxmayan bir terapiyaya bu qədər pul verdi. Hoşum 3 gün təlim olur, 4-cü gün mən seans edirdim. Və mənim ilk terapiya elədiyim insan çox vəzifəli bir xanım olduğu üçün mənə çox inam hissi verdi. Və mən öz-özümə fikirləşdim ki, mən ona seans eləmişəmsə, o mənə inana bilibsə, deməli, mənə ancaq zəngin insanlar inanacaq. Özümü belə kodladım və oradan da getdim. Kodlama ilə, yəni. Və özümü o qadın mənə elə gəlir ki, mənim terapiyalarımda çox önəmli bir nöqtə idi. Çünki adi sıradan bir insan gəlsəydi və yaxud da zəif bir insan gəlsəydi, mən özümə bu qədər inanmayacaqdım. Deyək ki, borcu olan birisi gəldi seansa, bir şəkildə onu da borc olaraq pul tapdı, seansın pulunu ödədi və sənə seansa gəldi. Hardan başlayırsan birinci? Necə o insana kömək edirsən? Öz dəyərindən və gündəlik həyatındakı
düşüncələrindən. Əgər o insan 15 dəqiqə sadəcə şikayət edir, anam onu eləmədi, uşaq vaxtı atam mənə dəyər vermədi, uşaq vaxtı filan travmalarımı yaşadım. İndi moddadır insanlar xoşlayır demək ki, anam atam mənə uşaq vaxtı filan şey vermədi və yaxud da məni belə öyrətdilər, məni elə öyrətdilər. Bunlar hamısı yanlışdır. Şikayət enerjisini dəyişmək. Mən də deyirəm ki, sən bu qədər şikayət eləyirsən deyə bu qədər bu cür həyatın var. Birinci şikayəti dayandırırsan. Birinci şikayət. Sonra dəyər və özünə inanmaq və bir çox vaxt insanlar yaradanla öz aralarındakı bağları uzaqdılar və bunu yaxınlaşdırmaq. Yəni nə səbəb ola bilər ki, Allah səni sevindirməz? Nə səbəb ola bilər ki, Allahın qoyduğu qaydaları riayət eləmədiyi üçün? Yox, heç bir qayda yoxdur mənim üçün. Mənim şəxsi fikrimcə heç bir qayda yoxdur. Bəlkə o insanın inancı var belə bir qaydaya. Zaten mənim işim onun inancını silmək. Biz gözümüzü yumub şuur altımıza hisslər yüklədiyimiz zaman və siz Theta Healing seansında zaten bu cür baş verir. Sən inanırsan ki, Allah sənə cəza verir. Seans meditasiya kimi bir seansdır və orada sənə deyirəm ki, Allahın sənə cəza deyil, mükafat verməsinin necə bir hiss olduğunu bilmək istəyirsən. O da bəli deyəndən sonra o enerji ona yüklənir. Necə mən belə bir sehirli bir şey eləyib atmıram ona ki, yüklən. Onun beynində o yaranır, bayaq yolda gəlir ki, sən o həmin moment gözü yumub fikirləşir ki, Allah mənə hədiyyə verə bilər və yaxud da bunu eləyə bilər. O onu düşünür. Sual məsələsini sən vasitəçi olursan. Və mən sualı verim, o cavabı düşünür. Zaten mən sizə desəm ki, gözünüzü yum. Fikirləş ki, qabağında bir dənə ağac var. Ağacın üstündə alma var. Sən bunun hamısını yaradacaqsın. Mən burada heç nə eləmirəm. Sən onu yaradırsan deyə beynindəki ağac, pul. Məsələn, bugün səhər mən fikirləşirdim ki, bir basen dolu dolların içində üzürəm. Boğuldum. Və mən bu günləri başa düşmüşüm ki, sən də mən bir basen dollarım olsaydı, mənim ürəyim sıxılardı. Və onu hər gün düşünərək artıq orada nəfəs almağı öyrənəcəm, artıq daha yaxşı olmağı öyrənəcəm, yəni artıq o qədər pulun məni narahat etməməyini öyrənəcəm. Bu da yəqin mənim hansısa bir qorxumdur. Bəs bu istəyirəm ki, biraz da bu son dövrün aktual mövzusudur. Bu şəxsi koçlar, həqiqətən şəxsi inkişaf koçları son dövrlərdə çoxalıb. Yəni hər kəs bir anons eləyir, sosial şəbəkələr də buna bir köməklik göstərir. İnsanların travmaları var və travmaları olan insanlar həssasdırlar, manipulyasiyaya açıqdırlar və bundan istifadə edən insanlar da məncə çoxalıb. Onlar barədə fikirlərini bilmək istəyərdim. Mən düşünmürəm ki, kimsə haqqında istifadə ilə yanaşır. Mənim fikrimcə hər kəs, mən həmişə deyirəm ki, dərzi belə coach ola bilər. Coach olmaq üçün universitet oxumağa ehtiyac yoxdur. Hər hansı bir İnsan psixologiyasını bilməyə ehtiyac yoxdur. Qətiyyən. Bunun üçün psixoloqlar var. Yəni bir çox insanlar deyir ki, mən psixoloqun yanına niyə gedirəm ki, gedim coachun yanına. Sən psixoloqun yanına getməlisən. Çünki biləsən nədən qorxursan. Bir turizmçi dilbər sənin nədən qorxduğunu anlaya bilməz. Amma bir turizmçi dilbər sənə qorxmamağı öyrədə bilər. Deyə bilər ki, mən belə elədim, məndə keçdi. Sən də istəyirsən belə bir motivasiya verən, məsələn, bayaqları kimsə deyir ki, motivasiya verməyə nə var ki? Okay, sən nə üçün motivasiya verməyə çox asan bir şeydir. Bir insana qorxma demirsən ki, sən ona mən hər an buradayam. İnsanların insanlara ehtiyacı var. Və sən ona deyirsən ki, mən deyirəm ki, sən mənə 7-24 yığa bilərsən. Heç kim mənə gecə yığmır. Beyni bilir ki, mən 7-24 dilbərə yığa bilərəm və ona görə rahatdır. Mən həmişə deyirəm ki, siz mənim yanıma gəlib pul ödəmirsiniz ki, mən sizin həyatınızı dəyişəcəm. Siz mənim yanıma pul gəlib ona görə ödəyirsiniz ki, mən sizə zamanımı ayırıram. Mən zamanımı satıram. Hər hansı bir sehirli bir şey eləmirəm. Amma o zamanımı sənə ayırdığım zamanı sənin yanında olurum. Məsəl üçün, bir çox insanlar deyir ki, mənə çox insan deyirdi ki, bu oğlanla danışma və yaxud da bunu eləmə, mən onlara qulaq asmırdım, amma sən deyirsən deyə eləyirəm. Artıq onun şuuraltısı, onun düşüncəsi məni dilbər deyibsə elə. Yəni dilbər deyibsə bunu belə elə, yaxşı olacaq. O onu eləyir. Ən çox da tənbəl insanlar. Hamı bilir ki, gün ərzində pozitiv düşünmək lazımdır. Düşünə bilirmi? Yox. Ay, sağ ol. Bir də nəyə toxunmaq istəyirəm? Bax,
İnsan hər şey həyatında yolunda olanda danışmaq asandır. Amma elə insan var ki, onun həyatında çətinliklər var, problemlər var, borclar var ya da xəstəliklə əlləşir, ya özü, ya ailə üzvlərindən biri. Bu insanın psixologiyası çökmüş bir vəziyyətdədir. Bu insan durub pozitiv hisslərə köklənə, bu niyyətləri edə bilməz də. Yəni səmimi danışsaq, bu onun üçün çox çətin olacaq. Bu adam yəni hardan başlamalıdır? Heç olmasa bir dənə işıq ona hardan gələ bilər? Məncə insanlar həyatında hər şey yaxşı olanda onlar unudurlar yaxşı niyyətlər eləməyə, nə bilim. Mənə elə gəlir ki, mənim hər şeyim, bayaq da dedim, mənim hər şeyim olsa, mən hər gün səhər durub 3 dəqiqə özümü o dollarla dolu bir basen içində üzdüyümü düşünməyəcəm. Və yaxud da mənim hər şeyim çox-çox olsa, mən sual verməyəcəm ki, mən daha xoşbəxt olmağım üçün nələr mümkün. Mən bu sualı verməyəcəm. Mənə elə gəlir ki, insanlar məhz pis anlarında bunu eləyə bilərlər. Bu çox asandır. Çətin bir şey deyil. Bu danışdığımız hər şey zaten həyatında depressiya yaşayan, borcu olan, uğursuz münasibəti olan, ana ola bilməyən, xəstə olan insanlar üçündür. Xoşbəxt insanlar, mən demirəm, durun. Xoşbəxt yəni ki, hər şey olan insanlara mən demirəm ki, get hər gün dəftərə falan şey yaz, hər gün özünə qəşəng ətirlər vur, hər gün meditasiya elə, mən bunu demirəm. Və mən də eləmərəm. İndi hazırda sən deyirsən ki, mən təsəvvür eləyirəm müəyyən pul arzularını. Deyək ki, pulum yoxdur, 5 manat pulum var. Yəni pulun qalmayıb, 5 manatım var. Nə edərdin? Yəni o hansı hissin içində olardı? Yəni bu mənə inandırıcı gəlmir. Elə fikirləşirəm ki, bizi izləyənlərə də biraz qıcıq yaradır. Siz niyə elə fikirləşirsiniz ki, mənim pulum çoxdur? Yəni inandırırsınız ki, elə görsənirsən, elə davranırsan. Zaten insanlar mənə bu enerjini verir, mən bunu sevgi ilə alıb qəbul edirəm. Mənim yəni olur bəzən ki, mənim də borcum var. Bəlkə banka borcum yoxdur. Bank mənə artıq borc vermir. Amma yəni borclar məni hərəkətə çevirir. Mən bir deyim ki, sizə pulu yığıb gedib 70 minlik maşın alacağam, 300 minlik maşın alacağam. Mən elə insan deyiləm. Xarakterim elə deyil. Amma mən onu lizinqə alacağam. Aydındır. Və o mənə başlayacaq hərəkətə keçməyə ki, mən hər ay o pulu verməyim üçün nələrsə yaradım, hansısa layihələr görüm, işləyim. Çox maraqlı yanaşmadır məncə. Və mən fikirləşirəm ki, bəzən insanın özünə bildiyi bir şeyin özünə xeyri olmur, bəlkə də onun zamanı gəlməyib, amma o cümləni, o fikri kiməsə deyirsən, o adam gedib onu eləyir, onda uğurlu alınır, sən hələ eləyə bilmirsən. Məndə bir neçə dəfə olub. Özümə o dərmanı eləyə bilməmişəm. Kiməsə demişəm, o gedib eləyib. Demişəm, heç olmasa onda işə yaradı. Bəlkə də çəkinmək lazım deyil, ya da insandan gözləmək lazım deyil ki, onda özünə eləsin, sonra mənə eləsin məsələsi də. Nə ala bilərsən deyə baxmalısan məncə. Hərənin öz yolu var. Bayaq dediyim kimi, bəlkə də mənim şuur altında 250 min rahatlıqdır, amma sənin üçün bu çox az ola bilər. Yəni bu hərənin özünün nə qədər istədiyidir. Mən insanlar tanıyıram və mənim elə rəfiqələrim çoxdur. Balaca bir yerdə, bir ev, minimalist bir həyat onu xoşbəxt edir və o ayda 500 manata məndən də xoşbəxt yaşaya bilər. Bu çox normaldır. Və başlama nöqtəsinə gəlim. Mənim zaten o həyatımın dönüş nöqtəsi elə ən pis günlərimdə olub da. Mən bir rəsm çəkən xanımın hər şeyi itirəndə onun emalatxanasında balaca bir otaq var idi və orada yaşayırdım. Düşün ki, mən karandaş belə almağa pulum yox idi. Amma onun pulsuz interneti var idi. Mən onun internetində, yenə də YouTube-da görmüşdüm ki, yazmaq lazımdır. Mən nə bloknot almağa pulum vardı. O vaxtda mənə kimsə 50 manat versəydi, mən seansa getməyəcəkdim. Mən ona yemək alacaqdım. Yəni bunu mən dəfələrlə danışıram. Mən o xanımın prosta karandaşlarını oğurluyordum. Çünki onlar çox ona lazımdı. Karandaşda icazə vermirdi və çox kobud xanım idi. Divarlara yazırdım. O da gəlib mənə dedi ki, sən kirayənin pulunu vermirsən. Hələ mənim divarlarımı nə günə qoyursan da. Divarlara arzularımı yazırdım. Mən aylıq gəlirim 10 mindir. Çünki 10 min mənə komfort verir. Nə bilim, mən Mercedes sürürəm, mən nə bilim BMW sürürəm. Və həyat mənə elə gətirdi ki, mən eyni anda 2 dənə də maşın alım. Və artıq 10 minə çatanda fikirləşirəm. İndi mən aylıq xərcimə baxıram ki, 10 min olsa bu çox azdır. Və o divarlara yaza-yaza
Mən o mənə üstümə qışqırırdı. Mən deyirdim ki, mən buradan çıxanda buranı qəşəng remont eləyib verəcəm sənə. Və elə də oldu. Elədi. Mən oradan Pramoy Targovaya köçdüm və onu da qeyd etmək istəyirəm ki, o evi də mənə hədiyyə vermişdilər və oranı da remont elədim, ona verdim, çıxdım. Bir dənə də yavaş-yavaş sona yaxınlaşırıq. Bu hədiyyə vermək məsələsi, məsələn deyirsən ki, biri 50 min ya 50 manat ya nə bilim ev. Bu hədiyyə verdikləri zaman sənə o qarşılığında həmin insana qarşı borclu hiss eləyirsən. Qətiyyən. Necə Mən rahat heç ki, mən özümü borclu hiss eləmirəm. Bu həyatda heç Allah qarşılıq gözləmirlər. Biz bu qədər gözləyə bilərlər. Mənə elə gəlir ki, sən mənə su versən, onu Allah mənə verir. Və mənim üçün həqiqətən insanlar yoxdur. Və ətrafımda insanlar yoxdur. Onlar var, yəni onlara hörmət edirəm. Amma insanların nə düşündüyü önəmli deyil. Çünki onlar məni yaratmayıblar. Sən mənim haqqımda nəsə düşünəcəksən, mən çıxıb gedəcəm, sənin düşüncən bitəcək. Amma mən onu 24 saat, 5 saat, 5 gün fikirləşdim, ulduz mənə belə dedi. Görürsən nə demək istirdi. Görürsən belə, niyə sən mənim beynimin içində yaşayasın? Amma heç bəlkə sən mənə yad eləmirsən ha. Yəni bir saniyəli bir söz deyib keçirsən, mən o içimdə niyə danışım? Təşəkkür edirsən sadəcə. Təşəkkür edirsən sadəcə məsələn sənin üçün nəsə eləyən insana və onu buraxırsan. Birinci Allaha, bəli, insanlara deyirəm ki, təşəkkür edirəm mən. Amma belə wow deyə yox da. Və qarşılığını verməyə çalışmırsan. Qətiyyən heç kimə mən heç vaxt qarşılıq ödəmirəm. Çox maraqlı yanaşmadır. İndi bu verilişdən sonra heç kəs səni heç nə eləməyəcək. Mən məsəl üçün məni tanımayan insanlara nəsə eləyə bilərəm. Mən heç vaxt tanıyan qohumuma əl tutmamışam. Və yaxud da öz qardaşıma. İnsan birinci özünkinə elə, sonra yox. Mən elə bir mən fikirləşirəm ki, gündə 1 manat kiməsə sədaqə verməyə belə ehtiyac yoxdur. Onu toplayıb tutaq ki, 500 manat bir dənə səni tanımayan insana verib gedə bilərsən. Çünki orada o zaman mənə çünki elə olubdu. Mən elə görmüşəm. Bəzən elə momentdə insanlar mənə pul veriblər ki, heç mən o adamı tanımıram. Və yoxud da elə bir yerdən iş çıxıb ki, mən onu həll eləmişəm. Mən o anda Allaha şükür eləmişəm. Və mən sənə bugün kömək eləsəm, sən desən ki, çox sağ ol Dilbər, Allah səndən razı olsun. Sən Allahı unudursan, ancaq Dilbərə təşəkkür edirsən. Amma məni tanımayan bir uşaq düşün. Mən ona bugün 500 manat versəm, hər hansı bir yoldan, nə bilim, təndirdə işləyən xalaya, günü 20 manata işləyir misal üçün. Mən ona gəlib 500 manat verib getsəm, o nə fikirləşəcək? Allahım, bu möcüzədir. Yəni mənə elə gəlir ki, insanlar bu şəkildə Allaha da, insanlara da təşəkkür edə bilərlər. Və qarşılıq bu şəkildə daha həm səmimi olar, həm də gələr. Özünü də xoşbəxt hiss edirsən ki, mən onun həyatında bir möcüzə yaratdım, amma bilmirsən adın nədir, sən kimsən? Sonda sənin başda mənə verdiyin sualı sənə qaytarım. 1 milyon olsaydı nə edərdin? 2 dənə ev, bir dənə maşın var. Bunu bilməliydim elə bayaq deyəndə. Onu da gözləyək görək nə vaxt Dilbər bu xəbəri paylaşacaq. Son olaraq da bir çağırışın varsa əgər bizi izləyənlərə bir son sözünü almaq istəyirəm. Bəli, demək istəyirəm ki, sizin həyatınızın dəyişməsi üçün heç bir koça ehtiyacınız yoxdur. Sadəcə özünüzlə yaradan arasındakı bağa inanmağınız kifayətdir. Əgər bu dəqiqə çox çöküşdəsinizsə, bilin ki, ora qalxmaq üçün bir ən ideal yerdir. Və oradan qalxmağa başlaya bilərsiniz, sual verərək. Mən necə qalxa bilərəm? Bu sualın cavabı sizin həyatınızı 100% dəyişəcək. Təşəkkürümü bildirirəm. Çox sağ ol gəldiyin üçün, bu gözəl enerjin üçün, həm mənə ötürdüyün, həm də tamaşaçılarımıza, izləyicilərimizə ötürdüyün. Çox təşəkkür edirəm mən də sizə, sağ olun. Bax belə, əziz izləyicilər, bugün maraqlı bir yolda addımladıq. Həm özümüzə, həm də cəmiyyətə baxdıq. Pul, bolluq, istəyimiz və arzularımız haqqında danışdıq. Həm də biraz da bildik ki, sən demə içimizdə də biraz ikiyüzlülük var. Amma bu ikiliklər əslində qəbul ediləndə Dilbərin də dediyi kimi insan daha azad və dürüst hiss eləyə bilir deyə düşünürəm. Və qonağımız da Dilbər Sadiyeva idi, şəxsi inkişaf koçu. Əgər bu veriliş sizə toxundusa, əgər bu verilişdə özünüzə aid bir şey tapdısa, o zaman rəylərdə yazın. Həmçinin bu sualı da cavab olaraq yaza bilərsiniz. Sizin pulla bağlı hansı ikiyüzlü inancınız var? Rəyləri mütləq gözləyəcəm. Bugün ikiyüzlüdə
Növbəti bir tabunu qırdıq. Gələn 200-lüdə yenidən başqa bir mövzuya toxunacağıq. O vaxta qədər özünüzə qarşı dürüst olun. Çünki çoxu zaman ən çətin olan budur. Görüşmək ümidi ilə sağ olun.